20 ilə yaxındır ki, fəaliyyət göstərən Çağdaş Təhsilin növbəti səfəri Sabirabad, İmişli, Saatlı və Ucar rayonlarına olub. 2007-ci ildən fəaliyyət göstərən Çağdaş Təhsil jurnalı təhsildə baş verən dəyişikliklər və islahatlarla bağlı müəllim və şagirdlərlə söhbətlər aparır, təhsilin, ölkənin, dövlətin gələcəyi üçün önəmini vurğulayır. Görüşlər Azərbaycanın ən ucqar dağ kəndlərində və ümumiyyətlə ölkənin bütün rayonlarında həyata keçirilir. 20 ilə yaxındır ki, fəaliyyət göstərən Çağdaş Təhsilin növbəti səfəri isə Sabirabad, İmişli, Saatlı və Ucar rayonlarına olub. Çağdaş Təhsil jurnalının təsisçisi Vüsal Zeynalov Mil Muğan Regional Təhsil İdarəsinin müəllim və şagirdləri ilə görüşüb. Çağdaş təhsilin əsas məqsədi təqaüddə olan qabaqcıl müəllimləri və nümunəvi şagirdləri dünyaya tanıtmaqdır. Qeyd edək ki, Çağdaş Təhsilin həyata keçirdiyi bu layihə məktəbdən kənar bir proqramdır. Məktəblərdə olduğumuz müddətdə biz məktəbdən kənar həm repetitor müəllimlər, həm təqaüddə olan müəllimlər, həm qabaqcıl və nümunəvi müəllimlər haqqında, qabaqcıl və nümunəvi şagirdlər haqqında müsahibələr götürdük, yazılar götürdük. Çox şad olduq. 65 yaşından sonra təqaüddə çıxan müəllimlərdən biz çoxlarını araşdırdıq. Onlar haqqında getdik, gözəl şəkildə müsahibə götürdük. Region üzrə şagird nailiyyətləri, ali təhsil müəssisələrinə qəbul nəticələri, Respublika fənn olimpiadaları, fənn müsabiqələrinin region üzrə nəticələri, məktəbdən kənar müəssisələrin qazandığı nailiyyətlər, təhsilin təşkili və idarə olunması yüksək səviyyədədir. Bakı şəhər 54 saylı tam orta məktəbdə təhsil alıram. Məktəbin direktoru Sahibə Bosova, sinif rəhbərim, Sevinç müəllimə və o cümlədən direktor müavinləri, Təranə müəllimə və Gülər Cəfərovaya təşəkkürümü bildirirəm. Mənim təhsilimdə onların çox böyük rolu olub. Qeyd edək ki, Çağdaş Təhsil və təsisçisi Vüsal Zeynalov həmişə olduğu kimi bugün də bütün şəhid övladlarına, müharibədə iştirak etmiş birinci qrup əlil övladlarına, sağlamlıq imkanları məhdud şagirdlərə təmənnasız xidmət göstərir.